Herkese salam, kanalıma xoş gəlmisiniz. Yeni bir videoya başlayırıq. Bildiyiniz kimi artıq 3 həftədən çoxdur kanalımda video yox idi. Əslində bu video hələ bir ay əvvəldən çəkilib, amma montajı bugün etdiyim üçün indi Arkadaşlar, sabahınız xeyir. Deməli, bu arada çox qəşəng hava var. Çox qəşəng hava var, hə? Ona görə biz də birazdan çıxacaq gəzməyə. Badiyan şərikədir. O vaxtdan qalıb. Hə, в общем, hər kəs gedib işinə, gücünə artıq. Biz yenə Adellə baş-başayıq. Böyle qızım yatmışkən, deyirəm paltarları sərim. Böyle qızımın paltarları da. Onları sərəcəm. Burada paltarları da yığıb ütüləyəcəm. Qalmadı ki. Kürək bunlar hamısı qırıbdı. Gündə 2-3 dəfə qızımın paltarlarını dəyişirəm. Sonra yavaşdan sonra lazım olsa üstündə gəzərəm. Ona görə də bütün günü demək olar, onun paltarları yığılır. Hə, dediyim kimi qızlar uzun müddətdir montaj edə bilmirdim. Necə edə bilmirdim? Əslində düzün desəm, dediyim kimi həvəs və motivasiyam yox idi. Ona görə də belə alındı, üzülürsən. Deməli, qızımla çıxmışıq gəzməyə və Bakı Dövlətin yanından keçirdik. Mən burada oxumuşam qızlar. Və nostalgiya bürüdü məni bu parkda, Bakı Dövlətin. Deməli, qızımla bol-bol gəldik. Marketə girmişəm, həmişəki kimi və qaydanda. Burada deməli, Rossmanda da marketin yuxarısı. Oradan belə bir dəstə aldım uşaq üçün. Əsəd istərərəm. Sonra Ürəyim Rolcan'ı yedi neçə gündür. Bugün aldım. Gözüm yiyəcəm. Banan aldım. Yenə də qızım üçün. Avokado aldım. Bu arada avokado yumuşaqdır. İndi verə bilərəm bunu. Amma ben belə bir dənə də tvarog aldım. Tvarog da verəcəm indi ona. Bir də süt. Belə bir saldım badamı. Özümə su içmək, belə deyək də, vərdiş etdirmək istəyirəm. Sadəcə o adi suda mənim ürəyim bulanır. Adi su içə bilmirəm niyə. Ona görə heç olmasa deyirəm, qazlı sudan başlayayım. Marketə buna limon da əlavə edib içəcəm. Yavaş-yavaş. Yeni gündən salam qızlardan. Biraz vlog çəkdim, amma çox çəkə bilmədim. Çölə getdi, gəldi, biraz özümü narahat elədim, ona görə davam etmədim o vloga. Və artıq bugün yeni bir vlog çəkirəm. Bugün oyandık, çox həyecanlı şəkildə oyandıq. Çünki yoldaşımın telefonu səndə mən düşüb yerəm. Daha doğrusu çarpaq arxasına. Bugün çalıb, eşitməmişik. Daha doğrusu o eşitməyib, durmayıb və biraz gecikdi. Əsası da səhər durmuşuq, telefon axtarırıq. Zəng edirik və kartınıza gəlir, tapa bilmirik. Neyse ki, axırda tapdı. Getdi, heç bilmirəm necə oldu, nəsə deyiblər, deməyiblər. Soruşacaq. В общем, bugün yenə planlarımız eynidir. Deməli, qızlar şimdi mənim bu termom çox dolubdur. Sərqəsi olubdur. Gərək buranı yığışdırım, sizə video çəkəcəm buranı yığışdıranda. Deməli, göstərmək istəyirəm, mən çiməndən sonra nə vururam? Yaş, hələ ki saçımı. Deməli, yaşkən bundan vururam. Garnierin saç üçün ballı nəsə serum. Bundan düzün desəm burada görməmişəm. Heç mən Amerikadan almışdım. Gərək axtarım, çünki bitir. Mən əslində keçən almışdım. Yəni normal getdi. Baxmayaq ki, mən çox istifadə edəyənəm. 10 dollardır, yoxsa 20 dollarınsa belə bir şeydir. Amma burada yengi daha ucuz olar. Yəni maska kimidir. Amma kremdə yaş saçlara vurursan, yumursan. 11-ində. Çox qəşəngdir. Bunun sarı rəngi də qəşəngdir, bu rəngi də qəşəngdir. Bu ikisini vururam. Biraz saxlayıram. Yəni saçımı dəsmalla ötürəm, biraz saxlayıram. Sonra qurudanda Morphos'un bu spreyindən vururam. Hələ açılmayıb da təzədir. Orada var bundan. Bir də Olin spreyindən vururam, quruduram. Bir belə hardasa vururam saçıma, təbrik edirəm. Şildədir krem kimi. Sonra isə üzümə maska seçib bir dənəsini edirəm. Keçən dəfə bundan elədim, bəyəndim. Bunları orijinal Alvia'dan almışdım. Sevdim, kontrol, anti. Ay, bu dəfə görək necədir. Baxın, bu da belə bir şəkildədir. Çox suludur. Mən xoşlayıram belə onu da çox saxlaya bilirəm. Belədir. Bunu da. 'Baxın, gen oldu əslində belə havada. 'Baxın, 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 'bax
Çox həvəslənir adam. Bəzənsin, düzənsin, çimsin, maska falan, baxım. Nə bilim, qəşəng təzə paltarlar. Sonra deodorant olaraq baxın, İsanlanın bu deodorantını istifadə edirəm hər dəfə. Bunu son 1 ildir kəşf eləmişəm. Bundan sonra heç bir digər deodorantlarını istifadə eləmirəm. Birincisi onların tərkibində spirt və s. olur. Heç sevmirəm də onu. Plus bunun tərkibində 0 alüminiumdur. O da yəni belə o bir deodorantlar mənə elə gəlir ki, biraz daha elə bir ki tərlədir də daha çox. Amma bunda belə Lactanın belə bir bədən kremi var məndə. Bu da məndə 2 ilə yaxındır gedir. Yəni çox belə düzdür, az istifadə edirəm aslında. Sadəcə olaraq başqa kremlərdən də istifadə edirəm. Ona görə lap da tez bitməyib yəqin. Bunu istifadə edirəm. Ziakten bu bədən kremi. Bu əslində bədən yağı kimi gedir. Ona görə daha çox yağ formasındadır. Baxın, belə bir şeydir. Belə bir tekstural bir şeydir. Birinci əllərimə vururam, sonra isə bədənimə. Bir də bədən kremi məndə bundan var idi. Bu ucu bitirdim olar. Bunu da Alivədə almışdım. I Love Naturals'ın Tonkabin və Mir qoxusuyla. Ümumiyyətlə, Tonka Mir qoxusu mən çox xoşdurum. Comalonun da elə bir seriyası var. Çox bəyənirəm də o seriyanı. Ona görə bu qoxu mənim sevdiyim qoxudur. O qədər tənbəlləşmişəm ki, bu vlogun da montajına 2 gün vaxtım getdi. Hətta 2 gündən çox. Bunu bir həftədə demək olar montaj edirəm. Səsləndirməni də bugün elədim. İndi də paylaşmağı ümid edirəm. Sanki qızlara o qədər motivasiyadan düşmüşəm ki, nəysə negativlərdən danışmayaq, amma istəyirəm tezliklə bunu paylaşan kimi o bir videolarda montaj edib paylaşım. Siz isə kanalıma abunə olun, məni izləyin, dəstək olun. Çox təşəkkür edirəm öncədən. Onda daha da motivasiya oluram, daha da həvəsli oluram. Bu videoda fikir verdim ki, daha çox marketdə oluram və market alış-verişimi göstərirəm. Sizə maraqlıdırsa, bunu bildirin mənə kommentlərdə. Bu barədə tez-tez paylaşımlar edəcəm. Çünki demək olar hər gün marketə girib nəsə alıram. Yenə marketə girmişdim, nə almışam onları göstərim. Bizim sirkəsidir. Mən deyəsən alma sirkəsi alacaqdım. Bunun kimi olmaz da yəqin ki. Burada məsələ sirkə yox. Neyse, bir dənə bu, bir dənə badamlı suyu. Bundan limonlu su eləyib içəcəm. O bir dənə də demişdim. Sonra belə portlar. Sonra alma. Bunu kızım için yiyeceğim önce. Kiwi bunu öz detoksun için yiyeceğim. Pendir. Limon. Şöyle aldım kızım. Yüreğim istedi. Ben dəhşət şöyle sevirəm. Ama bir manat eləyib. 3-4 tane götürdüm elə belə. Əslində bu ucunu ballanmışam. Almışım. Bir də belə bir şeydi. Bunu vlogumda hələ ki göstərməyim. Sonralarda göstərirəm. Baxın. Ad günü şamı. Bunu yoldaşım için almışam. Onun ad günüdür. Onun tortunda qoyacağım. Bəzi videoları tez rejimdə etdiyim kimi bəlkə maraqsız olar. Ona görə tez-tez keçsin deyə. Qızlar, mən deməli arıqlamağa qərar vermişəm və bu yolda bir çox şeylər əməl etməyə çalışıram. Bunlardan biri də su içməkdir. Bu öncəki videoda dediyim kimi. Və özümlə hər yerə su götürməyə çalışıram, gəzintidə falan. Narıdır. Baxmamışdım dadına. Bəlkə istənsin yanar olar. Pis deyil. Xoşum gəldi. Fantaların hamısından xoşum gəlir. Bir dənəsi çıxmışdı. Bu ekzotik meyvəli. Nasıl bu renkdən idi bu. Amma ondan yoxdur deyəsən də yəqin ona bizim narı buraxdır. Neyse, gəlin sizin üçün. Deməli, salfetka olmazsa olmazımız. Arıqlamağa gələr. İstəmirəm yenə də. Bugün 5-ci gündür. Orucun axşam məsələn filmə falan vaxt açdırarıq. Qara çörəyim bitmişdi. Özümə qara çörək aldım. Onu demək olar mən yerim ancaq. Sonra gül kələm altına bunu sına verəcəm. Gül kələmin hələ ki dadına baxmayıb. Özü indirim var idi. Elə göz çox aladığına yox. Çox alındı, xarab olur. Kiwi. Oxudum ki, arıqlamada mütləqdir. Ona görə hər gün kiwi alıram demək olar. Dünən birini yemişəm, ona görə biri qaldı. Avokado təbii ki, həmişə kimi. Bir də belə bir ağ pendir aldım. Çoxdan da pendir yemirəm. Ürəyim istəyir arada, yadımdan çıxır. Qaymaqlı ağ pendir. Bu özdə indirimdə idi. Bundan aldım. Burada qızlar, sizə mən öz evdə olan çaylarımı göstərmək istəyirəm. Bu mənim üçün arıqlama çayımdır. Amma çox uzun müddətdə almışam. Bilmirəm, 2 il, 3 il olar bəlkə də. Srokuna baxdım, srok keçmir. Bu polpoladır. Polpolanın mənə hamilə olanda da məsləhət görmüşdür ki, şişləri əla götürür. Bu rozmarindir, biberiya, onu da bilirsiniz, saç falan töküləndə vururlar saça, çox xeyirdir. Yatıq qanqal, o da deyəsən yaralara falan hazırlayırlar, onu dəmləyib vururlar.
Doğadan belə bir imbirli çaydır. Bu da çox dadlıdır. Yəni mən sevirəm imbir. Çoban yastığı çayı. Bunun düzünü desəm elə çox içməmişəm. Belə bir çay süd verəndə almışdım. Arıqlama yolunda bir çox təzə reseptlər sınayıram və dadlı olanları çalışacağım sizlə bölüşüm. Misal üçün elə bunun kimi və Deməli qızlar, bir çox videolarda belə bir şeylər var idi, reseptlər, qarışımlar daha doğrusu ki, səhər tezdən acıqlarına nə içmək. Onlardan biri də limondur. İlıq suya limon və darçın atıb içirsən. Hal-hazırda mən hələ ki yeməmişəm. Bunu eləyəcəm, sonra yemək yeyəcəm. Bu orqanizmi artıq aktivləşdirir, metabolizmanı aktivləşdirir. Orqanizm başlayır öncədən yağları, yəni tamam belə deyək. Bir dənə düzəldim görək. Öncə bu qədər darçın bəsdir. Limonu da sıxıram. Belə bir şey alındı. Darçın tam həll olmur təbii ki. Hani belə içmək lazımdır. Mesela darçın artıq hər şey əlavə etməyə başlayacağım ki, bu əla yağ yandıran bir belə deyək də elementdir. Bununla bağlı kofe də düzələcəm, onu da çəkərəm sizə. Görək dadı necədir. Dadını çox da bəyənmədim qızlar. Belə nə bilim darçınlı kompot kimi bir şeydir. Su da ilıqdır deyə, ilıq su var bir şey çəkmirəm. Nəysə çalışacağım 2 maxran kimi, çox da getmir. Deməli həftə sonu qızlar yoldaşımla, qızımla getmişdik gəzməyə, gələcək mola. Gəldik kofe içməyə, Costa Coffee'dən. Buradan deyirsən 2 dəfədir kofe içirdim. Pis deyil, yaxşıdır. Bəyəndim. Qızlar, yadınızdadırsa keçən vloglarımdan birində mən kraska qoymuşdum saçıma, diplərinə. Dəhşət cütləşdirmişdi. Hətta uçlarına da vurdum, onu bilmədim. Yəni mənim saçım açılmış bir saçdır. Amma mənim saçımı cütləşdirdi. Ona görə də indi nə edirəm? Həmişəki kraskamı qoyuram, İslanıdım. Mən bunu Rossmanndan alıram sonuçta. Saçımı yəni açıq edir də dibini, necə deyim, yəni əslində bu effekt verməlidir, amma bunu vermirdi. Hardasa belə bir şey olur. Alınızı mən sizə görəcəm. Və bir çox arıqlama videolarında məhz bu YouTube-da bu qızın videolarını arıqladıqlarını görmüşəm və bu da gördüm, mən də baxmağa başladım. Deməli qızlar, burada mənim Amerikadan bir bağlamam var. Ümumiyyətlə, bu kargonu mənə həmən o Amerikadan göndərən xanım dedi ki, buradan qeydiyyatdan keçin və göndərəcəklər. Çox əslində tez, yəni çox operativ vaxtında göndərdilər, düzünü desəm. Yəni ora gəlib çatmaq heç, o yəni o şirkətdən asılıdır da. Amma oradan bura göndərilməsi, yəni bəyan elədim, demək olar həmən gün yazılıb ki, yola çıxdı. Bir həftə ərzində gəldi çatdı, heç bir reklam deyil qətiyyən. Qətiyyən reklam deyil, yəni həqiqətən çox qəşəng, çox əla bir şeydir. Belə deyim, kargodur. Həqiqətən çox əla kargodur. Çox, yəni razı qaldım, gözləməzdim. Mən Amerikadan uzun müddətli sifariş eləmirdim, düzünü desəm. Əvvəllər hansısa bir dənə kargo vardı, onu sifariş edirdim. Hətta çatdı. Deməli, burada nə var? Çox əla. Çoxdan gözlədiyim bir şey. Yəni çox gözləmədim, düzünü desəm, bayram moda sifariş eləmişdim. Amma çox gözləyirdim ki, gəlsin. Baxın, indi baxacaqsınız. Onda qızımın səsi ilə açmağın çətinlikləri. Baxın qızlar. Deməli, bir səhifə var. Amerikadan sifarişlər yollayır. O səhifədən əvvəllər də sifariş ediləmişdim. Deməli, mənim telefonum niyə bugün pis şəkildə var? Çünki səhifə belə bir dəst qoymuşdum. Bilmirəm düzü saytda neçə idi, amma mən bunu hardasa kargo ilə bilirdi 50 manata falan aldım da. Hər kargo ilə bilirdi, hardasa elə gəldi. Burada 4 dənə fərqli qoxulardır. İndi bir dənə aça bilsəm sizə göstərəcəm inşallah. Baxın. Burada mənim ən sevdiyim bar vanilla qoxusudur. Bugün telefonum niyə belə pis çəkib? Baxın, ən sevdiyim qoxu budur. Çox möhtəşəm bir qoxudur. Çox möhtəşəm. Bilirdim ki, bunun qoxusu möhtəşəmdir. İndi inşallah da görmüş bir saniyə. Baxın. Bu ətirlər. Buna baxdıq. İndi bu bir qoxulara da baxaq.
Mənim bədən kremi var bundan. Böyle. Qoxusunu bilirdim. Deməli, bu ay yoldaşımın ad günü idi. 31 yaşı olur artıq. Burada hazırlaşırdıq getməyə onun ad günü qeyd eləməyə. Bu qızımın Luka. Mən saçımı vurdum. Belə bir film var məndə. Harasa getdikdə falan saçımı vururam. Çox asan gəlir mənə. Ümumiyyətlə, baldızım gil və biz idik. Mən, yoldaşım və qaynanam və bir də qızım birlikdə getdik, qeyd elədik. Maraqlı keçdi, qəşəng idi. Bu videonun sona kimi izlədiyiniz üçün təşəkkür edirəm. Görüşərik, bəyənməyi unutmayın.